əziz tədbir iştirakçıları, Beynəlxalq Narkotiklə Mübarizə Federasiyasının Sağlam Gələcək naminə çərçivəsində ictimai təşkilatın dəstəyi ilə keçirilən tədbirimizdə hər birinizi xoş gördük. Və qarşıdan gələn bayram, bizim milli bayramımız, Novruz bayramında sizin hər birinizi təbrik edirəm. Ailənizə xoşbəxtlik, xoş günlər arzu edirəm. Narkotikdən istifadə problemi cəmiyyətdə yeni mövzu deyil. Əgər belə hallar əvvəllər böyüklərdə müşahidə edilirdisə, son zamanlar təəssüf ki, bizim yeni yetmələrimiz və gənc nəsil də bu təhlükə ilə qarşı-qarşıyadır. Sosial şəbəkələrin həyatımıza daxil olması və çox böyük surətlə inkişaf etməsi bu şəbəkələr vasitəsilə narkomaniyanın yayılması asanlaşmışdır. Lakin Daxili İşlər Nazirliyi, Bakı şəhər üzrə Cinayətkarlıqla Mübarizə İdarəsi və polis bölmələri əməkdaşlarının öz işlərini layiqincə yerinə getirməsi nəticəsində belə cinayətkarlar öz cəzalarını alırlar. Hər zaman narkotik və psixotrop maddələrin yaratdığı zərərlər haqqında fikirləşin. Çünki belə hallar yeni yetmələrin dərsdən yayılmasına və gənc ailələrin dağılmasına, cinayətkarlığın artmasına gətirib çıxardır. Bu halların olmaması üçün hər birimiz bacardığımız qədər çalışmalıyıq. Əziz valideynlər, əziz şagirdlər, ətrafınızda olan qohumlarınız, dostlarınız və tanışlarınızla diqqətli olun. Belə ki, ən çətin hallarda onlara kömək ola biləsiniz. Onu qeyd etmək istəyirəm ki, əziz tədbir iştirakçılarım, bu filmin yaranmasında mən öz şagirdlərimdən istifadə etmişəm və Bakı şəhəri Daxili İşlər Nazirliyinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Sabunçu rayon İcra Hakimiyyətinə özlərinin təşəkkürümü bildirirəm və mənə bu işlərdə müntəzəm olaraq öz dəstəyini, köməyini bildirirlər. Bundan sonra da mən öz filmlərimi, öz tədbirlərimi keçirtməyə, filmlərimi çəkməyə davam edəcəm. Bizim hər birimizin borcudur, hər birimizin. Hansı vəzifədə olursa da olaq. Misal üçün, mən müəlliməyəm öz sahəmdə, digərləri də öz sahəsində gəlin birlikdə çalışaq. Bizim gənclərimiz, gənc nəsil, bizim gələcəyimiz sağlam böyüsün. İctimaiyyətimiz, gələcək, dövlətimiz sağlam, gənclərin sağlam gələcəyin çiyinlərində irəliləsin. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, diqqətiniz üçün var.